əvvəldən bu günə qədər cismi ələ gələn və gəlməyən, məzarı salınıb, hələ salınmayan, valideynlərinin belin büküb, gözün yolda qoyan, qulağın sadada qoyan, bu növlü torpaq qurbanlarına, vətən şəhidlərinə, müstəqil Azərbaycanın ilk pilləsi olan 20 yanvar şəhidləri ilə bahəm cəmiyyən şəhidlərimə uca tanrından hər birinə böyük rəhmət diləyirəm və hər birinin ahirəti abad, ruhları nur içində yatsın diləyirəm və bütün şəhid ailələrinə qürur ilə, şah damar ilə, hər kəsin, hər düşmənin qabağında şah durmalarını diləyirəm və şəhid bacı qardaşlarına da səbir diləyərək, mənim sözüm çox olar, çox deyərəm, heç qutarmaz, amma istəmirəm bir daha yoraq, cəmaat da tələsir. Bilirsiniz, düz söz keçmir. Düz söz keçmir, amma insan olan hər kəsi, din də bunu deyir ki, hər kim öz haqqını tələb eləməsə, günahkar kimdir özü. İnsan gərək haqqını tələb edir. Biz haqqımızın tələbində hər zaman olan birisi olmuşuq, amma devlətimizin arxasındayıq. Biz devlətimizlə hər zaman, belə deyək, fəxr eləmişik. 20 yanvar Azərbaycan müstəqilliyi qurdu. Heydər Əliyev, Allah rəhmət eləsin, bu işdə böyük güc göstərdi. Ancaq İlham Əliyev cənablarının, əziz prezidentimizin, belə deyək, sayəsi nəticəsində çalışdığı, siyasi qurduğu, belə deyək də, işlər nəticəsində və qolu vuran, gecə-gündüz bilməyən, qışın soyuğunda, yayın istisində, bütünlükdə əzəldən bu günə qədər çalışıb, çarpışar, zəfərli ordumuz Azərbaycana qələbə, qələbə, qələbə. Düşməni məğrur edib, Azərbaycanı azad, şad günümüzə qismət elədi. Bununla bizim şəhid analarımız, şəhid atalarımız fəxr eləsinlər və hər yerdə başlarını uca tutsunlar. Kimlər nə vəzifədə olur olsun, bizim vəzifəmizdən böyük vəzifə yoxdur. Bizim vəzifəmizdən böyük vəzifə yoxdur. Prezidentdən sonra ikinci vəzifə bizimdir. Bunu hər kəs bilsin. Çünki 20 yanvar vəzifəsizləri vəzifəyə gətiribdir. Bunu heç kim unutmasın. Hər kəs bunu duysun. Bəli, biz o şəhidlərin ailələriyik ki, atasız və heç bir təmanna olmadan bir öynə yemək verdik, 2 öynə uşağımızı aç saxladıq, amma böyütdük. Şükür, bugün fəxr edirəm, bir oğul 2 qız böyütdük. Üçündə ailə sahib eləmişəm, ev-eşik ocaq sahib eləmişəm, amma gecə ağlamışam, günüz düşman qabağında gülmüşəm. Çünki bir dəfə yetimə cürnasında gəzdiyi üçün yetim dedilər. O sözün qabağında qürurla özümü hər zaman qürurlandırmışam. Bizim hər yerdə sözümüz keçərli, özümüz, necə deyərlər, başı uca, şəhidlərimizlə fəxr edəsi bir Azərbaycan xalqıyıq. Allah bizim Azərbaycan millətini, xalqımızı, devlətimizi, millətimizi xətai bəlalardan hifz eləsin, ordumuzu var eləsin, şəhidləri yaşadan oğlanları, qızların canına can sağlığı versin. Maral xanımın zəhməti çox olduğu üçün. Maral, bugün sən dedim balaca bir tədbir. Balaca bir tədbir deyil bu tədbir. Bu tədbir o qədər böyük bir tədbirdir ki, 100 insanın xidmət göstərdiyi bir tədbirdən də qat-qat yüksək bir tədbirdir. Bunu ancaq içdən duyan bilər bu nə tədbirdir. Bu əbədi yaşayan, əbədi 20 yanvarın nöqtəsini qoyan bir tədbirdir. Mən sənə təşəkkür edirəm. Halal olsun. Bir şəhid bizi kimi, sən bizi üçün belə əziyyət çəkirsən. Mən çox üzr istəyirəm hamımızdan. Mən özüm məclisə damlayam, yəni bu
işlərlə məşğulam. Axşama gitmişim beşə fata vermək. İndi də məclisdən çıxıb gəldim bura. Mənim canlarım, mənim əzizlərim, gözəl analarım, gözəl bacılarım, gözəl ata qardaşlarım. Bilirsiniz, mən bu günə qədər məni yaşadan Azərbaycan xalqının 20 yanvar Şəhidlər Xiyabanına boynunda uşaq, üzür istəyirəm, ağır ayaqlı xanımlarla, arvad, oğula gələnlərin, o ziyarətə gələn şəxslərə görə biz bugün, belə deyək də, bu Azərbaycan xalqının arasında özümüzü qürurla həyatımızı davam edirik. Allah millətimizi var eləsin, devlətimizi var eləsin. Təşəkkür edirəm bütün zəhmət olan.